Salam əziz dostlar, hoş gördük. Dünyanın en derin metro stansiyasını size göstermek istəyirəm. Kimler görmüş? Bu Arsenal'ın stansiyasıdır. 2 hissədən ibarət. En derin metro stansiyasıdır. Avropanın dəqiq bilirəm ki, en derin stansiyasıdır. Deyəsən dünyanın 2 hissədən ibarətdir. Birinci hala gedirik bayaqdan. Ondan sonra bir meydança olur, ondan sonra ikinci hissəsi başlayır. O belə, yəni benim bu çəkilişlərim ona sübutdur ki, dostlarımız müəyyən səbəblərdən Kiyevdən getmiş dostlar Kiyevə qayıda bilsinlər. Yəni həyat davam edir gördüyünüz kimi. Uşaqlı, böyüklü, tələbəli, alimli, professorlu, hamı. Ukraynada hamı öz həyatını yaşayır və dediyim kimi, bax görürsünüz, insanların üzündə də təbəssüm var. Ukrayna Respublikasının vətəndaşları, Ukrayna dövlətinin vətəndaşları bir mənalı əmindirlər ki, onlar bu müharibənin qalibidirlər. Artıq qələbə əhval-ruhiyyəsi var. Bu doğrudan belədir. İnsanlarda bir bununla bağlı təlaş yoxdur, vaxtı ilə bağlı var. Yəni, haçan qələbədir? Bu sualı tez-tez soruşuruq dostlar bir-birindən. Sən necə düşünürsən? Rusiya haçan təslimçilik aktını imzalayar? Kim, nə bilim, neyniyər? Nə baş verər? Yəni, vaxtla bağlı suallar var. Amma mahiyyətlə bağlı deməli Rusiyanın müharibəni uduzması ilə bağlı şübhələr yoxdur. Yəni, cəmiyyət bunu artıq %90'ı, %95'i bunu belə qəbul edir. Və sizi inandırıram, o yalanlar ki, süjetlər var, çox aldırırlar, ustalar filan edirlər ki, güya ordudan yayınmalar filanlar. Dostlar, Allah'ın dostu ki, o bir olanı 100 eləyirlər. Onun hamısı qəsdən Rusiya tərəfin təbliğatından başqa bir şey deyil. Məsələn, birinci mərtəbəyə çatdıq. Günlərlə bir belə də gedəcəyik. Yeri gəlmişkən mən çox ölkələrdə olmuşam və gördüklərim çox olub. Amma ən bəyəndiyim metro sistemi, əlbəttə ki, Qərb Avropa metrolarında olmamışam, İstanbul metrosudur. Oradakı o sərin hava, vagonların enli olması, böyük olması, metroda davranış, görürsünüzlər ikinci hissəsinə çıxdım. Bax, istədim ki, bunları görəsiniz, biləsiniz və sizə bildirim ki, demək, həyat davam edir və bir daha bildirirəm, Ukrayna ictimaiyyətinin qəbul etdiyi, artıq qəbul etdiyi və əmin olduğu bir məsələ var. Müharibə sona yaxınlaşır və bu son haçandır və aydındır ki, Ukraynanın istədikləri fonunda sona yaxınlaşmalıdır. Başqa türə müharibə davam edəcək. Elan verməkdə davam edəcək. Daha bizim siz də qonaq gəlin dostlar. İnşallah Kiyevdə baxmalı yerlər, görməli yerlər çoxdur. Çoxdan da çoxdur bəzən. Doğrudan belədir. Çünki Şərq Slavyanlarının başlanğıcı, paytaxtı, ilki buradır. Yani indi Moskva ne kadar özün orada öysə də, Moskva 700 yıl sonra, Kiyevdən təxminən 700 yıl sonra yaranmış bir şəhərdir. 700 yıl sonra və bu günləri dirənim ki, sən deyinə ki, səni mən yaratmışam. Bax, belə baş verən bundan ibarətdir. Belə dostlar. Yüzlərlə metr bu eskalatorun uzunluğu var. Valla düzün deyə bilmərəm nə qədərdir, amma dəqiq bilirəm ki, Avropada birdir və deyəsən kimsə yazmış ki, deyəsən elə dünyada da birinci ən dərin metro stansiyasıdır. Bax, belə Arsenal'ın məsələləri və çıxırıq burada. Güneşli havadır, 12 dərəcə isti var. Gözəl bir gündür. Paskalın ikinci günüdür. Bax, belə dostlar, gördünüz. Həyat öz axarı ilə davam edir. Bir daha
salamlarımız sizə daimidir. Sağ olun, var olun əziz dostlar ki bizi deməli YouTube kanallarda izləyirsiniz. Bu günləri də oradan da səhər-səhər bir neçə yerdən, həm də rəsmi yerlərdən təbriklər. Güya ki Orbanın uduzmasının səbəbkarı az qala bizə elan eləyirlər, amma özü etdiyidir. Özü nə deyirlər, nə eləyərsən o da qarşına çıxar. Təbii ki, özünün səhv addımları, səhv hərəkətləri, səhv davranışları bu idi səbəb. Sağ olun, salamat qalın əziz dostlar. İnşallah gün ərzində təbii ki görüşəcəyik. Hər birinizə uğurlu iş həftəsi arzulayıram. Sağ olun, salamat qalın dostlar. Hələlik.